Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. YouTube'da karşıma bir video geçti. Onunla ilgili 2-3 nöqtəyə toxunmaq istəyirəm Allah Taala'nın izniyle. Videoda ondan ibarətdir ki, deməli bir hicablı qadın, hətta niqablı qadın bir salonda, sport salonda bir boks meşəyinin önündə sparring eləyir və boks meşəyinə yumruqlar atır və bunu da çəkdirib sonra paylaşır. Bir tərəfdən də bir qadın yenə hicablı, hətta niqablı fitness salonda ştanga qaldırır, jim eləyir, yenə bunu çəkdirir və minlərlə sosial mediada paylaşıb minlərlə insana özünü göstərir. Bu 2-3 nöqtəyə diqqət eləyin. Birincisi odur ki, əziz bacılar, bu cür hicabı, niqabı, hicablıları gözdən salan təxribat videolar sizi doğru yoldan çaşdırmasın və yaxud da belə addımlar sizi doğru yoldan çıxartmasın. Bu sifəti bir çoxları var əslində heç müsəlman deyil. Bu cür niqab taxıb, hicab geyinib, bu cür videolar çəkib paylaşırlar ki, hətta ya hicablıları, ya niqablıları və yaxud da möminət qadınları pis göstərsinlər. İkincisi də fərz eləyək ki, doğrudan da bunu çəkən bir müsəlman qadındır, bir möminət qadındır, belə şey paylaşır. Bunu nəzərinizə çatdırmaq istəyirəm ki, İslam dinində elə bir alim yoxdur ki, bir müsəlman qadının belə videosunu çəkdirib paylaşmasına icazəli olduğunu desin və yaxud da paylaşması icazəlidir desin. Bu icma ilə, İslam ümmətinin icması ilə bir qadının belə videoları çəkib və yaxud da çəkdirib paylaşmasının haram olduğunu deyirlər. Ayrıca hicabın məqsədi nədir? Hicab bir moda deyil, bir sərgi deyil, bir göstəri deyil. Hicab geyinmək ibadətdir. Allah Azza və Cəllənin əmridir. Və bunda da təməl məqsəd kişilərdən uzaq durmaqdır. Kişilərin diqqətini çəkməməkdir. Bu demək deyil ki, sən özünü çəkib, hicab geyinib, sonra da özünü çəkib minlərlə, milyonlarla kişilərin gözünə soxmalısan. Ayrıca İslam dinində qadın məşq eləmək istəyərim, məşq eləyə bilər. Bunda qadağa yoxdur. Amma bunu çəkməsi, bunu kişilərin gözünə soxması, özünü göstərməsi kitab, sünnə ilə İslam ümmətinin icması ilə haramdır. Ayrıca bəzən bunların yanında mən kişiciklər də görürəm. Onlara da tövsiyə eləmək istəyirəm ki, İslam dini kişilərə qeyrətli olmağı əmr eləyir. Öz arvadlarını, qızlarını, bacılarını çəkib, sərgiləyib ona buna göstərməyi deyil. Bunu diqqətə almanız lazımdır. İslam dinində qadını məşq elətdirib, boksör eləyib, ştangist eləyib, mən başa düşə bilmirəm, kişilərin yerinə mi qoymaq istəyirsiniz? Kişilər ölməyib ki, İslam dinində belə bir anlayış var ki, bir kişi öz məhrəmi üçün ölər və adı da şəhid olar. Yeri gələr kişi döyüşər, kişi ölər. Qadın da öz vəzifəsində olar. Esselamu Aleyküm və Rahmetullah.